Salam aleykum şeyx. Və aleykum salam və rəhmətullah və bərəkətuh. Bugünkü görüşdə istərdik ki, Ramazanla bağlı suallara toxunaq. Bəli. Əvvəla başlamaq istədik Ramazandan. Ramazan nə deməkdir və onu digər aylardan nə fərqləndirir? Elhamdülillah. Ümumiyyətlə Ramazan ayın adıdır. Düzdür, cahillik dövründə başqa adlar da deyirdilər. Rant sözündəndir. Bu ay, necə bilirsiniz, Allah Teala buyurur ki, aylar 12-dir. Aylar 12-dir. Onlardan da biri təbii ki, Ramazandır. Ramazan oruc ayıdır. Allah Subhanahu Teala bizə fərz edib. İslamın, oruçluq da İslamın sütunlarından biridir. Peyğəmbər sallallahu aleyhi ve sellem buyurub ki, İslam 5 əsas üzərində qurulub: şəhadət, namaz, həc, zəkat və oruc. Düzdür, orucluq məhz Ramazan ayına xas ibadət deyil, yalnız Ramazanda edilir. Çünki həftəlik də oruclar var. Biz görürük, Peyğəmbər sallallahu aleyhi ve sellem oruç tutardı. Həmçinin hər ayın orucları var, 3 gün, 13, 14, ağ günlər, məsələn, 13, 14, 15-i. Bunlar var. Lakin Ramazan da xüsusən seçilib. Məhz bu ibadət təyin olunub. Bu qədər, bəli. Aydındır. Oruc dediniz. Ümumiyyətlə, oruc nə deməkdir? Oruc ümumiyyətlə lüğəti mənada, ərəbcə düzdür, buna son deyirlər, son. Yəni, susmaq, yəni hərəkət eləməmək. O məna verir lüğəti cəhətdən. Ona görə Allah Subhanahu Teala Quranda qeyd edir ki, o deyir, İnni nəzatü lirrahməni savmə. Nəzir elədi ki, danışmayacaq. Danışmaq, susacaq, yəni onu som adlandırır, yəni oruc. Amma şəri mənada isə müəyyən ayda və ya müəyyən gündə, müəyyən vaxtda, müəyyən vaxtacan bəzi məsələlərdən imtina eləməkdir, ibadətin adıdır. İmtina olunan ibadətin adıdır. Gün çıxandan gün batanacan. Bəli.